Salam dostlar, bugün sizlerle birlikte promo modeli olan 12 simli akustik gitarını size göstereceğim. Bu gitarlar necə istəyin? Bəzilərdə maraqlı gələ bilər. Çünki 12 simli gitar necədir? Bildiyiniz kimi 6 simli gitardan daha çox səs verir. Çünki 12 simli olduğu kimi. 6 simli gitarın fərqi odur ki, eyni notun 2 dənə qoyulubdur. Yəni eyni notdan bir qalın səs olan və bir nərəci olan səslər olur. Bunu ən çox görə bildiğiniz mahnıda Hotel California və Türk mahnısı olan Pilli Bebəkdə bu 12 simli gitarın səsini dinləyə bilərsiniz. Akordlar basanda biraz qəlbə olur. Bayaq akordlar basanda daha da qəlbə səslənir. Arpejlər və ritimlərdə qədər dolğun səslər olur. Çox dolğun səslərlə qarşımıza çıxır. Və iki gitar tıngırlanmış kimi səs çıxır. Və bu da çox qəşəng volümlü və volüm səs verir. Elə bir kanonkada və pedalda dirək effektini qoşmaq kimi olur. İndi isə bundan bir sol və bir dənə də ritim salaraq sizə bu səsini göstərim. Və sonra da isə bunu kanonkaya qoşaraq sizə bu səsi dinləyəcəm. Gördüyünüz kimi bu da elektro akustikdir. Ən birinci bu gitarların səsini göstərmədən sizə taxtalarından danışam. Bunun ön qapağı masif ladin ağacındandır. Arxası və yanları man ağacındandır. Bu sapı man ağacı və burada isə ebonla gücləndirilmiş ebon ağacı ilə sabitləşdirilib ki, sap daha dözümlü olsun. Klaviaturası isə ebon ağacından düzəlməli. Burası isə bələcəklərdəndir, sədəfli bələcəklərlə pərdə nöqtəsi ilə qoyublar. O pərdə nöqtələrində təbii ki, bura qoyublar. Bulğular isə standart bulğulardandır, 12 simli bulğudur. Gəlin çox da uzatmadan bunun səsini sizə dinlədim. Başka bir arpejle dinleyek. İlk filmlerde ise gayet dolgun sesler çıkıyor. Bakın. Metal kayada sanmaq olur. Mətin qarşısında bunu sizə göstərə bilərəm. Neyse uzatmadan bunu ses sisteminə qoşaraq sizə göstərim bunun səsini. Və indi bunu ses sisteminə qoşdum. Bu arada bu kanonkan da mən almışam. Və musiqi bu gitarla da bu kanonkan da ikisini də ekranda
linkini görərsiniz, modelini də görərsiniz və Promo'nun fərqli gitarlarını, 6 simli gitarlarının modellərini ekrana yerləşdirəm, oradan baxa bilərsiniz. Promo'nun ən ucuz gitarları Real Musiqi manatı 290 manatdan başlayır, 880 manata kimi yuxarı qalxır. Həmçinin bu gitarlarında 6 simlisi Real Musiqi manasında var və bu Promo modellərinin elektro şəkildə klassik gitarları var. Yaxında o elektro klassik gitarlarında məndə aldım Promo modelini. Yine uzatmadan bu gitarını elektro şəkildə dinləyək. ifalarda milli musiqi alətlərimiz səsini də verir. Yəni saz və tal səslərini bu 12 simli gitarlarda biraz anlıq olur. Milli mahnılarda bunu sizə göstərə bilərəm. Milli mahnıda bir parça. Çox yaxşı səsi var bu gitarların. Qiyməti isə çox müasir qiymətli. Qiyməti 690 manatdır. Bu gitarları kimlər ala bilər? Təzə başlayanlar üçün tövsiyə verilmir 12 simli olduğu üçün, çətin olduğu üçün. Amma orta səviyyə gitaristlər və professional səviyyə gitaristlər bu 12 simli modelini ala bilər. Mən bu gitarı almaq fikrim var idi. Sadəcə biraz indi almaq fikrim yox idi. Mənim Fender akustik gitarım sındı. Və o da Azərbaycanda heç yerə tapılmıyor. Ümumiyyətlə gedəndə sındı. Və iri də köhnə olduğu üçün 2000 modelini. Gitarın da modelini və qırıq versiyonu ekrana yerləşdirəm, oradan baxa bilərsiniz. Və gitarın da eyni modelini tapsanız, məndən əlaqə saxlaya bilərsiniz. Eyni modelindən yoxdur. Və hamısı mənim bu gitarımdan alt səviyyə gitar Fenderlər idi. Və bunun ən yuxarı modeli 1100 manatlıq gitarlar idi. Ona da təbii ki, indi pulum olmadığı üçün onu almadım. Və amma arada nə qədər gitarlar yoxa çıxır. Fender gitarı 700, 750, mən internetdən baxdığımda fərqli modellər yoxdur Azərbaycanda. Yəni 5 gitar anacı Fender yoxdur. Ondan olsaydı, o Fenderin 6 simli Fenderdən almaq istəyərdim. Bu gitar isə, bu kanunka isə Fenderin öz elektro kanunkasıdır. Bunu da linki videoda olacaqdır və Real Musiqi mağazasının da nömrəsi də olacaqdır. Onlara zəng edib əlaqə saxlaya bilərsiniz. Bu bizə verdikləri üçün təşəkkür edirəm. Siz bu mahnının səsini, gitarın səsini dinləyib video sağlaşın.
4-dən gələn normal telefon səsi, heç bir səs effekti və heç bir səs qoymamışım. Kanal da öz saf elektro səsidir. Heç bir effekt qoşmadan saf səsini sizə dinləməyə çalışın. Həm saf səsi, həm də elektro gitar səsini dinləməyə çalışın. Bunu çəkməyə səbəb odur ki, almaq istəyənlər və marağında olanlar necə bir gitar olduğunu görsünlər deyə çəkdim 12 simli gitarla. Görsənə kimi, gələn səfərdə görsənə kimi bu gitarın bir fərqli modelində yenidən alacağım və o gitarda çəkəndə görsərik. İndi hələlik. Sağ olun.